Əslində çox gözəl bir sualdır və bu fərqin olmağı, gəlirlik və kupon dərəcəsi arasında fərqin olmağı kifayət qədər təbiidir, təbii bir haldır. Qeyd etmək istərdim ki, kupon dərəcəsi sabit bir dərəcədir. Yəni istiqrazın faktiki olaraq investorun nominal dəyərinin ildə nominal dəyərindən əldə etdiyi faiz nisbətidir və bu tədavül müddəti boyu dəyişmir. Gəlirlik isə faktiki olaraq investorun əldə etdiyi qazancdır, effektiv gəlirlikdir. Hansı ki, ingiliscə buna yield to maturity deyirlər. Bu faktiki olaraq istiqraz üzrə əldə etdiyi bütün kupon ödənişlərinin və ana məbləğin diskontlaşdırılaraq indiki zamandakı dəyərinə gətirib çıxaran effektiv faiz dərəcəsidir. Vahid effektiv faiz dərəcəsidir. Biraz texniki oldu bu cavab. Daha belə sadə dillə desək, bazardakı qiymətlərdən asılı olaraq gəlirlik mütləq şəkildə ki, dəyişəcəkdir. Çünki istiqrazın bazarda qiyməti statik qalmır. Burada müzakirə etdiyimiz amillərdən asılı olaraq dəyişir, amma kupon dərəcəsi dəyişmir. Lap sadə dillə desək, əgər düşünsək ki, istiqrazların bu dəqiqə mobile təklif olunan istiqrazların nominal dəyəri $1000-dır. Yəni sənin kupon faiz dərəcən, yəni gəlirliyin $1000 görə hesablanacaq. İstiqrazın bu dəqiqə bazar dəyəri, yəni sənin aldığın qiymət $1000-dan yuxarıdırsa, sənin yield to maturity-nin bazen qeyd edildiyi kimi gəlirliyin aşağı düşür. Əgər sən $1000-dan aşağı alırsansa həmin istiqrazı, sənin yield to maturity-nin gəlirliyin yuxarı olur. Bu da bayaq qeyd etdiyimiz kimi bir çox risk və kredit risklərindən və digər risklərdən asılı olaraq istiqrazın bazardakı qiyməti dəyişə bilər. Dediklərinizdən mən o qənaətə gələ bilərəm ki, investorlar istiqrazı seçərkən ilk növbədə baxmalıdır onun kupon faiz dərəcəsinə və eyni zamanda da gəlirliyinə. Çünki mən başa düşdüyüm qədər istiqrazdan investorun əldə etdiyi faktiki gəlirlik kupon dərəcəsi yox, məsələ əsl gəlirlik göstəricisidir. Qeyd etdiyiniz o necə deyərlər, yield to maturity göstəricisi.